tarix və ümumiyyətlə bütün avtoritar sistemlərin qurulma prosesi bizə göstərir ki, əgər konstitusiyanın məhdudlaşdırılmağını bir dəfə buraxdınsa, bu davamlı şəkildə ardıcıllıqla davam edir və ilk addım hansı ki prototipdir, onu buraxmamaq lazımdır. Bizim əslində dövlətdə bu repressiv qanunların ard-arda gəlməsinin real konteksti oradan başlayır ki, biz ilk Rus qanununu hansı ki ola bilər ki məzmuni olaraq cəmaət deyirdi ki, bunu qəbul olmağında nə problem var? Buraxmaq elə səhv orada başladı. Və real olaraq bu gün məsəl üçün qeyri-hökumət təşkilatları minimal səviyyədə işləyirsə də, hətta işləyə bilmirsə də və belə deyim, finansal dəstək ala bilmirsə, həmin qanunun nəticəsidir. Deməli, orada o hazırlıq müddətində tək polislərin sayı artmaq deyil, eyni zamanda çox böyük media kampaniyası da apardılar onlar. Və nəyi demək istəyirəm burada ki, media ümumiyyətlə hakimiyyət üçün də və yaxud da vətəndaş üçün də çox böyük resursdur. Və Rus qanunun elə bir ki, hədəflədiyi şeylərdən biri də azad media idi elə. Çünki bugün medialar, yəni bugün Gürcüstanda belə rəqəmlərlə bunu hesablaya bilərik. Bunu dəfələrlə danışmışıq ki, rəqəmlərlə hesablaya bilərik ki, Azərbaycan dilli və yaxud da Gürcü dilli media olsun, hansısa bir medianın sırf reklamla ayaqda qalması demək olar ki, mümkünsüzdür.